Bu qəşəng sualdır. Bu sual mənim kitabımda da var, dərslərimdə də var. Bir çoxhədli üçün bu bərabərliyin ödəndiyi deyir. Nə düşünərsiniz siz? P-1 istəyir. Nə ilə həll eləyərsiniz? Törəmədir ha bu. Yəni P-1 istəməyin xüsusiyyəti də yoxdur. İstənilən bir şey də istəyə bilər. Görəsən burada nə var? Çoxhədli suallarında da çıxır, törəmə suallarında da çıxır. Türk kitablarında daha çox bunlara üstünlüyü verirlər, amma indi görürsünüz ki, bizlərdə də var. Bəli, Necə PX-in düşünə yerinə bilərik? bir kub yazaq, PX-in yerinə. AX Yox. kubu, BX kubu Niyə? yazmayaq. İndi yox. Sonra törəməsini tapaq. Necə dediniz? Deyin, deyəsən istədiyiniz dediniz. PX-in Deyin. yerinə yazaram AX kubu, üstəgəl BX kvadrat, üstəgəl Niyə CX kubu? üstəgəl D. Bəli, niyə kubu? Çünki baxın, Bəli, buranın sağ dərəcəsi tərəfdə kubdur. 2x kubu var. Bəli. Bəli, bunun dərəcəsi kubdur. Yəni 3-dür. Deməli, sağda kub dərəcə 3-dürsə, solda da 3 olmalıdır. Və siz elə bir PX götürməlisiniz ki, onları toplayanda ümumi çoxhədli olaraq, yəni törəmə ilə toplayanda dərəcə 3 eləməlidir. Biz də bilirik ki, x üstü e-nə görə də törəmə tapanda n qabağa gəlir, qüvvətdən bir vadi nə olur? Çıxılır. Yəni bura gərək 3 ola ki, ümumi burada da gərək 3 qala ki, burada onsuz da 2 olacaq. Toplayanda ümumi çoxhədlinin qüvvəti də nə olsun? 3 olsun. Ona görə bəli, biz PX çoxhədlisini necə seçəcəyik? AX kubu plus BX kvadratı plus CX plus D. Daha öncə bilinəcək. İndi bunun törəməsini tapanda bu eləyəcək 3AX kvadratı plus 2BX plus C. Sonra bunları toplayıb. Bunları toplayanda olur AX kubu plus X kvadratını çölə çıxardıram. Qüvvətləri ayırıram. Plus X-i çölə çıxardıram. 2B plus C plus D plus C. Bəs yaxşı nə alırıq? Axı bu da özlüyündə bərabərdir 2x kubu plus 9x kvadratı plus 5x-ə. İndi biz gəldik, çıxdıq iki çoxhədlinin bir-birinə bərabər olmasın. Baxın, x kubun yanında 2 var, burada var. A2. Deməli, A-mız neçədir? 2-dir. 2. Sonra kvadratın İkiye yanında burada B plus 3 var, burada 9 var. Deməli, biz B3. yazacağıq B plus 3A bərabərdir 9. Sonra burada 5 var, x-in əmsalı. Burada nə var? 2B plus C var. Deməli, 2B plus C də 5-dir. Sonra sərbəst ət. Sərbəst ətdə yoxdur. Yoxsa nə olmalıdır? 0. Bunlardan biz nə edirik? Tapırıq. Bundan tapandan sonra P-1 istəyir. P-1 də nə deməkdir ki? Əslində mənfi A plus B çıx C plus D deməkdir. Aydındır mı? Bəli. Qəşəng sualdır bu.